Əgər Azərbaycan vətəndaşı diplom, kvota və ya niqah əsasında RVP, yəni müvəqqəti yaşamaq icazəsi almaq istəyirsə, bu zaman hərbi müqavilə bağlamağa ehtiyac qalmır. Lakin Azərbaycan vətəndaşı Rusiya vətəndaşı ilə niqah və ortaq övlad əsasında Rusiya vətəndaşlığı və ya vid na jitelstvo, yəni yaşamaq icazəsi almaq istəyirsə, bu zaman Rusiya silahlı qüvvələri ilə hərbi müqavilənin imzalanması mütləq şərt hesab olunur. Rusiya-Ukrayna müharibəsinin davam etdiyi şəraitdə vətəndaşlıq və yaşayış icazəsinin verilməsi ilə bağlı prosedurun sərtləşdirilməsi, məcburi hərbi xidmət şərtinin tələb olunması xarici vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb. Əcnəbilər onlara şərt kimi irəli sürülən hərbi xidmətin aktiv müharibə zonasında aparılmasına məcbur ediləcəyindən qorxurlar. Bildirirlər ki, heç kəs xarici vətəndaşlara 1 illik hərbi xidmət dövründə müharibə zonasında döyüş əməliyyatlarının getdiyi yerə göndərilməyəcəyinə zəmanət vermir. Yəni bu hərbi saziş, bu kontrakt xüsusi hərbi əməliyyat üçün bağlanan sazişdən fərqlənir. Burada demək müddəti ən aşağısı 1 il olmalıdır. Burada başqa bir variant da var. Yəni bunlar hərbidə xidmətdən başqa, onlar mülki müdafiədə, yəni buna qrajdanska obrona deyirlər. Orada da iştirak edə bilərlər. Yəni hansısa dağılmış yerlərdə oranın bərpası üçün bir hərbiçi kimi onlar orada iştirak edə bilərlər. Rusiyada yaşamaq icazəsi almağa hazırlaşan Azərbaycan vətəndaşlarına hərbi xidmət haqqında müqaviləni imzalamadan öncə diqqətli olmaq tövsiyə olunur. Mən xüsusən də Azərbaycan vətəndaşlarına tövsiyə edirəm ki, bunlar hansısa bir sazişə qol çəkməmişdən öncə mütləq diqqətlə oxusunlar və lazım olan vaxtı hüquqşünaslara müraciət eləsinlər ki, onları düzgün istiqamətdə yönəldə bilsinlər. Amma yəni başqa bir çətinliklə üzləşməsinlər deyə həmişə lazımdır ki, Rusiyanın Federasiyanın ərazisində dəyişdirilən bu qanunları, xüsusən də miqrasiya ilə bağlı qanunları izləsinlər və onları pozmasınlar. Rusiya vətəndaşlığına qəbul və Rusiyada yaşamaq icazəsinin verilməsi proseduru haqqında yeni prezident fərmanı artıq qüvvəyə minib. Fərmanda yeni qaydaların müvəqqəti olduğu qeyd olunsa da, məcburi hərbi xidmət tələbinin nə vaxt ləğv ediləcəyi açıqlanmayıb. Fərid Əkbərov, İTV Xəbər, Moskva.